Salam dostlar. Bugünkü mövzumuz CSS-də pseudo klasslar və pseudo elementlərin istifadə qaydasıdır. Bunlar bizim üçün önəmli mövzulardan biridir CSS-də istifadə üçün. Bunun üçün birbaşa fayllarımızı yaradaq. CSS, images və fayllarımızı yaradaq. Index.html, CSS, style CSS fayllarımızı yaradaq və başlayaq kodlarımızı yazmağa. Və burada linkimizi qoşaq. CSS və indi bunu nümunə olaraq göstərə bilmək üçün deməli bir nümunə üzərində işləyəcəyik. Deməli biz pseudo element və pseudo klasslar deyəndə xüsusilə birinci pseudo klasslardan danışaq. Pseudo klasslar nədir? Hər hansı bir elementə, mən burada box elementim var. Bunun içərisində p-lorem var və bunu mən belə bir elementimiz var. Bunu buradan biraz forma verək buna. Birinci reset eləyək, margin 0 eləyək. Bu mənim burada yazmağımın məqsədi. Bu body'də default property var və mən onu yox eləmək istəyirəm. Yəni sıfırlamaq istəyirəm, ona görə yazıram. Bunu layihə üzərində işləyərkən bunlar haqqında danışacağıq və mən buradan box klassımın içərisində bir xüsusiyyət əlavə edirəm. Buna ehtiyac yoxdur, ehtiyac görmürəm. Deyirəm ki, buna box klassım olsun və box klassımın içərisində də deyək ki, box klassımın içərisində p elementim olsun. İndi soruşa bilərsiniz ki, mənim siz yazanda bu avtomatik olaraq belə kodlar hardan gəlir, necə gəlir? Bunu istifadə eləmək üçün siz özünüz də araşdıra bilərsiniz. Burada GitHub'ın Copilot adında bir extensionu var. İnternetdə GitHub Copilot yazsaz, belə bir layihədir. GitHub Copilot deyə. Bunu araşdırsanız, bunun haqqında məlumat ala bilərsiniz, bunun istifadəsi ilə bağlı. Mən ondan istifadə edirəm. Siz də maraqlanıb və ya xoşunuza gəlirsə istifadə edə bilərsiniz. Deməli, mən indi bunu yazdım. Mən indi burada hər hansı bu P elementində, bunun görüntüsünü bir sağdan açaq. Belə bir görüntümüz var bizim burada. Və mən burada buna müəyyən bir xüsusiyyətlər verək. Padding 20 piksel, border 1 piksel, 1 piksel solid gray verək və mən artıq bunun üzərində müəyyən işlər görmək istəyirəm. Bu P elementinin üzərində. Bu P elementin üzərində müəyyən işlər görmək üçün, məsələn, mən istəyirəm ki, indi pseudo klasslardan danışacaq. Pseudo klasslar bir elementin üzərində fərqli effektlər yarada bilmək üçün istifadə olunan əlavə klasslar. Bunu buradan baxa bilərik. CSS pseudo classes deyə. Buradan baxa bilərsiniz. Bu pseudo klassları biz nə üçün istifadə edirik ən çox? Məsələn, A təqlərində, ondan sonra bizim ən çox istifadə olunanlar pseudo classes listə bir dənə baxsaq. List reference desək. Reference. Baxaq. Burada bütün istifadə edəcəyiniz pseudo klassların şeyləri burada var. Necə deyirlər, siyahısı burada var. Hansını istəsəz istifadə edə bilərsiniz. Amma ən çox istifadə olunan, sizin layihələrdə də çox istifadə edəcəyiniz, məsələn, hover effekti var. Hover pseudo klassı var. Və bunların digərlərini, bu siyahını əlinizin altında saxlasaz, harada sizə o pseudo klassa ehtiyac varsa, götürüb onu analiz edib istifadə edə bilərsiniz. Mən hal-hazırda sadəcə hover üzərində
dayanacam, hover effekti ilə dayanacam və bu da nə işə yarayır? Məsələn, mən istəyirəm ki, bu elementin üzərinə gələndə hər hansı bir dəyişiklik olsun. Yəni, hover eləyəndə hər hansı bir dəyişiklik olsun. Bunu eləmək üçün mən nə edirəm? Deyir ki, psevdo klassların istifadəsi, məsələn, deyir ki, bu P-nin üzərində 2 nöqtə qoyub hover yazanda bu o mənaya gəlir ki, mən bu P-nin üzərinə gələndə hansısa iş görülsün. Yəni ki, xüsusiyyətdə dəyişmə olsun. Mən deyirəm ki, mouse'u mən elementin üzərinə gətirəndə onun xüsusiyyətində hər hansı bir dəyişiklik yaransın. Məsələn, nə olsun? Arxa fonu dəyişsin. Burada gördüyünüz kimi, mən bunun üstünə gələndə görürsünüz, bunun arxa fonu dəyişir. Bu artıq məndə effekt yaratmaq üçün istifadə olunan bir xüsusiyyətdir. Və mən bundan istifadə eləyərək nə eləyə bilərəm? Burada, məsələn, necə ki, mən arxa fon rəngini dəyişdirmişəm, eyni şəkildə width'i də dəyişdirə bilərəm. Deyə bilərəm ki, məsələn, olsun 500 piksel, misal üçün. Yəni, bura hansı effekti vermək istəyirəmsə, onu verə bilərəm. Yəni, hansı CSS xüsusiyyətinin daşımasını istəyirəmsə, onun üzərinə gələndə mən bunu verə bilərəm. Amma burada bir dənə də əlavə bir xüsusiyyət verəcəm, CSS-də istifadə edə biləcəyiniz. Bu nədir? Burada görürsünüz ki, mən məsələn, hər hansı bu dəyişikliyi eləyəndə, baxın, çox sərt keçişlə olur gördüyünüz kimi. Bu sərt keçişin qarşısını almaq üçün daha yumşaq, smooth keçiş olmasını istəyiriksə əgər biz, burada belə bir qayda var ki, biz CSS-də bunu istifadə edə bilərik. Gəlirik, hansı elementin üzərində hover effekti qoyacamsa, məsələn, burada aktiv olaraq mən nəyə vermişəm hover effektini? P-yə. Deyirəm ki, burada transition adında bir xüsusiyyət verirəm bura. Transition nə deməkdir? Bu elementin üzərində olan hər hansı bir dəyişikliyin yumşaq formada olmasını istəyirəm. Yəni ki, daha smooth keçidlə olmasını istəyirəm. Bunu transition istifadə eləmə qaydası da necədir? Deməli, mən bura all yazıram. Birinci mən buraya yazacağım ki, hansı xüsusiyyətlərin dəyişməsi yumşaq olsun. Məsələn, mən background color yazmışam. Bunun sabah width ola bilər, height ola bilər, rəng ola bilər və ya border ola bilər. İstənilən xüsusiyyəti buraya yaza bilərəm. Amma mən bura all yazmaqla deyirəm ki, bu elementin üzərində olan bütün dəyişikliklər yumşaq şəkildə olsun. Ondan sonra gəlirəm ikinci 0.5 saniyə. Yəni deyir ki, bunun üzərində məsələn hover eləyəndə məndə anlıq dəyişdi. Deyirəm ki, bu dəyişmə müddəti 0.5 saniyə olsun. Ondan sonra bir dənə də var. Məsələn, onun dəyişmə forması necə olsun? Bunu da yazmaq üçün is in out var, yaza bilərik bura. Və bura yaza biləcəyimiz animasiya tiplərindən is var, linear var, ondan sonra is in var, is in, is out və is in out var, gördüyünüz kimi. Bunlardan istifadə edə bilərik. Mən bura sadəcə is yazacağım. Bu şəkildə və indi bunun üzərində fikir verin, mən üzərinə gətirəndə yumşaq şəkildə bu effekt yaranmış oldu. Bu daha elegant bir görüntü yaradır mənim üçün. Bu elegant görüntünün istifadə etmək üçün də transition xüsusiyyətinə baxmaq lazımdır və bu transition xüsusiyyətini buradan gəlib biz analiz eləsək, baxın transition xüsusiyyətinə və bunu tövsiyə edirəm. Əgər CSS-də hər hansı 3 dənə effekt yazmışam, diqqət edin mən bura, baxın, all 0.5 saniyə və 3 is yazmışam, diqqət edin. Və bunu mən əgər klik eləsəm, bunun alt propertiləri, yəni ki, mən onları bir sətirdə yazmışam. Amma bunlar ayrı-ayrı da yazıla bilər. Transition property, transition duration, transition timing function, ondan sonra transition delay. Transition delay nədir? Bu dördüncü olaraq yazıla bilər. Məsələn, mən bura əgər gəlsəm, gecikmə. Mən məsələn 2 saniyə yazsam bura, baxın indi, gələcəm bura, gözləyəcək 2 saniyə, sonra effekt yaranacaq. Yəni, bu son yazdığım elementdə bunun transition delay xüsusiyyətidir. Yəni, bunu artıq CSS-də yeni öyrəndiyiniz bir CSS xüsusiyyətinin bu şəkildə alt xüsusiyyətlərini analiz eləməyi alışqanlıq halına gətirin. Və ondan sonra bu Developer Tools'un sizə verdiyi müəyyən
rahatlıqlar var. Bunlar nədir? Məsələn, bu timing functiona diqqət edin. Timing functionun üstünə gələndə burada siz spesifik bir timing function yarada bilirsiniz. Baxın, gedişatı. Məsələn, buna baxın. Bunun delay'ini verdim və biraz daha fərqli getdi. Bunun animasiyalı istifadə edəndə bunların xüsusiyyətlərindən çox ciddi şəkildə istifadə edəcəksiniz. Yəni, hal-hazırda sadəcə standart yaza bilərsiniz. Məsələn, burada is, in, out yaza bilərsiniz. Amma o keçidləri, yəni ki, animasiyanın keçidlərini siz özünüz də vaxtını və s. keçid növünü özünüz tənzimləyə bilirsiniz. İndi bu hoverdan istifadə eləmək bizim üçün önəmlidir. Hoverdan istifadə eləyəndə onunla bağlı bəzi məqamları qeyd eləyəcəm. Diqqət olunacaq məqamları qeyd eləyəcəm. Məsələn, mən indi gəlirəm bura P hover yazıram. Yəni, sadəcə box hover yazıram. Və bunun içərisində gəlirəm bir dənə də deyirəm ki P, buna da deyirəm ki this is second paragraph deyirəm. This is second paragraph deyirəm. Paragraph. Belə bir xüsusiyyət verirəm bura. Bu ikincidir. Və bunlara diqqət edirsinizsə üstünə gələndə baxın, indi mən nəyə verdim? Diqqət edin. Mən burada hover effektini hara əlavə elədim? Diqqət edin. Box'a əlavə elədim. Dolayısıyla bu nə edir? Mən box'ın üzərinə gələndə onun içərisində nə qədər element varsa hamısının background'unu bu şəkildə eləyir. Mən buna bir dənə margin də verək. Margin top, margin bottom verək. Deyək ki 30 piksel belə ayrılsın bir-birinə. Baxın, mən bunu verdiyim zaman arxa fonu boz edir. Amma mən istəyirəm ki, box'ın üzərinə gələndə sadəcə P elementlərinin arxa fonu boz olsun. Onun üçün yazmalıyam ki, deyirəm ki, əgər box'ın üzərinə gələndə boşluq buraxıb P yazsam, bu nə deməkdir? Bu deyirəm ki, box'ın üzərinə gələndə onun içərisindəki P-nin arxa fonu grey olsun. Baxın. Kimin? Hər iki P-nin arxa fonu grey oldu. Və indi mən istəyirəm ki, sadəcə mən məsələn box'ın üzərinə gələndə ikinci element olsun. Və hətta bunu çoxaldaq, bircə dəqiqə. 1, 2, 3 deyə. Bu şəkildə bunu da belə rahat olması baxımından, rahat analiz olunması baxımından bir neçə dənə P olsun məsələn. Baxın. Bunları mən bu şəkildə P-nin üzərinə gəlir, divin üzərinə gəlir. Bunlar hamısı işarətləri. Mən indi məsələn istəyirəm ki, bu əslində selektorlar mövzusu da bunun içərisinə girir. Mən məsələn istəyirəm ki, box'ın üzərinə gələndə sadəcə üçüncü elementin deyək ki, arxa fonu olsun, deyək ki, gray. Və ya 5-ci elementin arxa fonu olsun, sarı və s. və s. Bunları eləmək üçün nə edirəm? Necə davranacaq? Gələcək burada. Məsələn, mən dedim ki, mən nə istəyirəm? P-lərdən üçüncüsünün arxa fonunun grey olmasını istəyirəm. Bunun üçün bizim üçün nə var idi? Selektorlardan child selektorlar deyirik biz buna. Və bu da əslində CSS-in child elements, yəni pseudo elements mövzusuna girir. Bura baxın. CSS pseudo elements deyə bir mövzu var. Bu mövzuda nədir? Mənim CSS-də alt elementləri, yəni ki, daha spesifik seçə bilməyim üçün, istifadə edədiyim xüsusiyyətlərdir. Və mən buradan, məsələn, child selectorlardan istifadə edə bilərəm, child elementlərdən istifadə edə bilərəm. Gəlirəm, burada deyirəm ki, bunun qabağına mən 2 nöqtə qoyub, məsələn, deyirəm ki, last child deyirəm. Bu avtomatik olaraq nə edəcək? Deyəcək ki, box'ın üzərinə gələndə P-lərdən hansı ən axırıncıdırsa, onun arxa fonunu grey eləyək. Baxın, ən axırıncı nədir? Ondan sonra mən bunu dəyişdirib first child eləyəndə bu birincini təsir eləyəcək və ya bunu mən ends child'dan yaza bilərəm.
deyə bilərəm ki, nth child, məsələn, 2 deyə bilərəm bura. Nth child 2 deyəndə sıradan ikincisi, 3 deyəndə üçüncü və s. və s. Bunun başqa şəkildə istifadəsində mən bura odd yaza bilərəm. Bu tək yerdə duranları, baxın, tək yerdə duranları işarətləyir. Even yazanda bu cüt yerdə duranları işarət edəcək. Və bundan istifadə eləyə bilərəm. Və ondan sonra deyək ki, mən məsələn artıq hover'ın üzərindən gələndə, burada hover'ı istifadə edəndə nəyə diqqət eləmək lazımdır? Əgər bunun mən təsir eləməsini istəyirəmsə, əgər HTML bu box'ın üzərinə gələndə demişəm ki, P-nin arxa fonu dəyişsin. Düzdürmü? Amma burada HTML strukturu çox önəmlidir. Əgər bu P-lər bunun içərisində deyirlər, box'ın üzərində içərisində deyirlər, burada olsaydı, baxın, heç bir təsiri olmayacaqdır. Hətta bunun gəlin box'ı da biraz forma verək. Width deyək ki, height. Məsələn, deyək ki, 600 piksel olsun. Background olsun. Blue olsun. 600 yox, 200 olsun. Baxın, bu elementi gördünüz. Düzdürmü? Amma mən bunun üzərinə gələndə bunlarda hər hansı bir təsir olmadı. Səbəb odur ki, mənim HTML strukturunda bu elementlər, P elementləri box'ın içərisində deyil. Burada yazdığım struktur onu qeyd edir ki, box'ın üzərinə hover deyəndə onun içərisindəki P'lərin arxa fonu qrey olsun. Yox, əgər mən istəyirəmsə ki, mən bunun üzərinə gələndə növbəti P, bundan sonra gələn, yəni ki, bundan sonraki elementin dəyişikliyi olsun, mən belə eləyə bilərəm. Deyə bilərəm ki, baxın, plus qoya bilərəm, deyə bilərəm ki, P, bundan sonra gələn P-nin arxa fonu olsun mavi. Baxın, gördüyünüz kimi. Baxın, burada iç-içə deyil, yan-yanadır. Əgər yan elementlər yan-yanadırsa, mən sadəcə özündən sonrakına müdaxilə edə bilirəm. Nə ilə? Plus işarəti ilə. Ondan sonra məndən sonra gələn bütün elementlərə müraciət eləmək istəyirəmsə, bunun yerinə tilde yazıram. Bu şəkildə. Bu mənə nəyə göstərəcək? Deyəcək ki, bundan sonra gələn bütün elementlər. Amma yenə də burada nə var? Qardaşlıq əlaqəsi var. Plusla tildanı istifadə edə bilərsiniz. Əgər şey eləmək istəyirsinizsə. Yəni ki, bundan istifadə eləmək istəyir. Buna hover istifadə edəndə buna çox diqqət eləmək lazımdır. Elementin içərisində olmaq xüsusiyyəti var, elementin çölündə olmaq xüsusiyyəti var. Bunlar üçün də əgər təsir eləmək istədiyim element, yəni ana elementin içərisindədirsə, boşluq buraxaraq müraciət edəcəm. Yox, əgər şeydirsə, necə deyərlər, qonşudursa, onda tilda və ya plusdan istifadə edəcəm. Və burada da unutulmaması lazım olan bir şey var. Mən sadəcə özümdən sonrakılara müraciət edirəm. Özümdən əvvəlki elementlərə mən müraciət edə bilmirəm. Yəni CSS-də. Bunu da nəzərə almaq lazımdır. Və mən burada artıq bu elementlərdən istifadə eləyəndə, hər hansı bir animasiya yaratmaq istəyəndə bunlardan istifadə eləyəcəm. Yəni və bu bizim üçün istifadə olunan hover effektləri, ondan sonra biz bunu başqa şəkildə harda istifadə edə bilərik? Hover effektindən başqa hansı pseudo-klasslar var? Məsələn, disabled klası var, read-only var. Ondan sonra inputlarda istifadə olunan focus pseudo klası var. Biz bunlardan istifadə edəcəyik. Amma bunların istifadəsini başdan sona əzbərləməyə ehtiyac yoxdur. Biz bunları nə vaxt edəcəyik? Artıq CSS dərsləri bitib, layihə prosesinə keçəndə biz layihənin gedişatında hansına ehtiyacımız varsa götürüb onu istifadə edəcəyik. Amma ümumi istifadə məntiqini bilmək lazımdır. Bunlardan ki, bu bizim üçün pseudo-klassın hər birinin özünün ayrı xüsusiyyəti var. Necə ki, hover üzərinə gələndə hər hansı bir dəyişiklik olmasını istəyir və burada da hansı pseudo-klassın nə iş gördüyü yazılır. Yəni, bunu biz əlimizin altında saxlayacaq ki, götürüb istifadə edə bilək. Ondan sonra pseudo elementlərdən bizim istifadə edəcəyimiz, ən çox istifadə edəcəyimiz bir dənə xüsusiyyət var.
Bu da nədir? After və before deyə bir xüsusiyyətlərdir. After və before nə deməkdir? Bunu belə fikirləşə bilərsiniz. Bəzi canlılar var ki, bunlar digər canlılar olmadan həyatlarını davam etdirə bilmirlər. Yəni bir məna kəsb eləmirlər. Məsələn, bakteriyalar var, bizim bədənimizdə yaşayan bakteriyalar var. Hansı ki, bizim bədənimiz olmasa, o bakteriyaların bir mənası olmaz, yaşaya bilməzlər. Dolayısıyla buradakı after, before da əslində hər hansı bir element deyil. Amma bir elementlə birləşdirildiyi zaman ondan biz ekstra bir element kimi istifadə edə bilirik. Məsələn, deyək ki, mən bu box'ın yanında belə bir şey yaratmaq istəyirəm. Bunu bir dənə silim. Bu web saytlarda istifadə olunan bir kommentariya bölməsi var. Baxın, deyək ki, burada comment. Bunu şəkil olaraq baxsın. Məsələn, belə bir görüntülər istifadə edirik bəzən. Baxın, bu görüntülər istifadə edirik. İndi mən belə bir görüntünü yaratmaq üçün, deyək ki, bunu şəkil olaraq yox, bizdən CSS ilə yazmamız tələb olunsa əgər, mən bunu necə eləyə bilərəm, necə reallaşdıra bilərəm, necə formalaşdıra bilərəm, ona baxacağım. Deməli, burada iki hissə var, fikir verin. Bu orijinal hissədir, yəni mən bunu rahatlıqla divlə yarada bilərəm. İndi mənim beynimi qarışdıran nədir? Buranı necə eləyəcəm? Buranı da mən nə edə bilərəm? Əlavə bir dənə element yarada bilərəm. Bunun daxilində, yəni üçbucaq üçün əlavə bir element yaradıb, onu positiondan yerləşdirə bilərəm. Sağa, sola və s. yerləşdirə bilərəm. Amma İndi mən bunun yerinə, bunun əvəzinə mən baxıram ki, bu o çıxıntı, buradakı çıxıntı elə bu divin özü ilə əlaqədar bir şeydir. Yəni ona əlavədir, o ilə bir yerdə var olur. Yəni yoxsa bu comment bölməsi olmasa, bu aşağıdakı çıxıntının heç bir əhəmiyyəti olmaz. Dolayısıyla bunu eləmək üçün də mən afterdən istifadə edirəm. Bunu afterdən istifadə eləmək üçün gələk bunu birinci formalaşdıraq. Deyək ki, width 200, background light blue olsun, light blue, ondan sonra border 1 piksel, solid, deyək ki, light gray olsun, background, buna da gray deyək, belə bir görüntüm olsun. Bir dənə də deyək ki, border radius verək, deyək ki, 10 piksel olsun. Belə bir görüntüm var burada. İndi bunun üzərində mən istifadə edəcəm. Bunun bir dənə də width-ini də sabitləşdirək. Deyək ki, width olsun 500 piksel. Belə bir görüntü verdik buna. Bir dənə də buna padding verək. Deyək ki, 15 piksel padding verək. Və bunu ortaya gətirək. Margin, deyək ki, 200 pikselin auto eləyək ki, tam ortaya gəlmiş olsun. Belə bir görüntü verdik. Belə bir görüntümüz var. İndi mən istəyirəm ki, bunun burasına bir xüsusiyyət əlavə edeyim. Hər hansı bir özəllik əlavə edeyim və ya yazı əlavə edeyim və s. Bunu əlavə eləmək üçün mən istifadə edəcəm before, after xüsusiyyətinə. Deyəcəm ki, after, məsələn, bura after yazacağım. After 2 nöqtə qoyub və burada bunun üçün yazılması lazım olan bir xüsusiyyətlər var. Yəni burada birinci yazılması məcburi olan bir dənə content var. Diqqət edin, content var. Və bu contentin içərisində contenti mən bir dənə formalaşdıracağam. Və bura mən məsələn salam yazsam, fikir verin, bura tekst yaza bilirəm. Baxın, mən bunu bura yazdım. Və indi mən buna forma vermək istəyirəm. Yəni bu sanki ekstra bir element kimi davranır. Amma bu ekstra element bu box olmadan heç bir məna kəsb eləmir. Yəni ona görə mən bunu belə formalaşdıracağam. Deyəcəm ki, display block. Bu blok elementi deyil. Display block və ya inline block yaza bilərik buna. Inline block. Və buna gəlirəm, bir dənə forma verirəm. Width və ya belə deyək, padding deyək ki, 10 piksel, background deyək ki, olsun, nə olsa burada, gray olsun. Baxın.
Belə bir görüntü yaratdı mənim üçün. İndi mən bunu istəyirəm ki, bu görüntü bu elementin müəyyən yerində olsun. Məsələn, harda olsun, burada olsun. Misal üçün, burada sabit şəkildə qalsın. Bunu eləmək üçün mən nə edirəm? Gəlirəm, deyirəm ki, buna gəlirəm position verirəm. Position. Deyirəm ki, bu olsun, məsələn, relative position olsun. Və burada gəlirəm, deyirəm ki, buna deyirəm position absolute olsun. Və buna yer dəyişməsini yerləşdirirəm. Deyirəm ki, topdan 0 olsun və rightdan da 0 piksel olsun. Baxın, burada göründü. Və mən indi bunu rightdan deyəcəm ki, mənfi. Hətta bu 0 piksel olsun və burada bunun yer dəyişməsini eləmək üçün də biz daha sonradan sizin də araşdıra biləcəyiniz kimi bir dənə şey var. Transform xüsusiyyətimiz var bizim CSS-də. Yəni bir elementin olduğu yerdən margin, padding və ya position istifadə eləmədən yer dəyişməsini bir yerdən alıb başqa yerə qoya bilmək üçün mən transform translate adında bir xüsusiyyətdən istifadə edəcəm. Yəni transformun əlavə xüsusiyyətləri də var. Onu da araşdıra bilərsiniz. Amma mən hal-hazırda istifadə edəcəyim nədir? Transform xüsusiyyətinin translate. Translate deyir ki, bu elementi bir yerdən başqa yerə apar. Və bura mən x oxu və y oxu üzrə müəyyən dəyərlər yaza bilərəm. Məsələn, mən bura yazıram ki, deyirəm ki, məsələn, 100 piksel. Bu nə edəcək? Mənim elementimi x oxunda 100 piksel sağa sürüşdürəcək. Və ya bura 100 piksel yazsam, bu mənim x oxunda və y oxunda, baxın, 100 piksel sağa sola hərəkət elətdirir. Amma indi mən bunun istifadəsinin müsbət cəhəti nədir? Mən deyirəm ki, bura 100% virgül 0%. 100% yazmaq nə deməkdir bura translate? Elementin öz ölçüsü nə qədərdirsə, o qədər sağa sürüşdür deməkdir. Fikir verin, öz ölçüsü qədər 100% yazmaq elementin, məsələn, bu element nədir bizdə? Box'un after'ıdır. Fikir verin, yəni o balaca salamı yazdığım yer. Baxın, bunu yazdıq. Və mən buna gəlin belə background'a light gray deyim. Daha maraqlı görüntü olsun deyənə. Light gray. Bunu yazdıq. Və burada görürsünüz ki, belə bir görüntü yarandı. Buradakı şeyi də götürsək, bu light gray'i götürsək, borderdan gray'i götürsək və buna gəlin, belə bunu da border radiusu da götürək, daha səliqəli bir görüntü olsun deyə. Baxın, belə bir görüntümüz yarandı. İndi mən bunu istifadə elədim. Düzdürmü? Və bunu istifadə eləyərkən mən bunu fərqli şəkildə çoxaltmaq istəyirəm. Yəni, məsələn, istəyirəm ki, məsələn, burada yazım ki, burada olsun, məsələn, məsələn, kateqoriyaları bu şəkildə müəyyən eləmək istəyirəm. Deyirəm ki, geyim kateqoriyası. Bunu yazdım. Baxın, belə. Ondan sonra bunu çoxaldıb istəyirəm ki, bu ikinci şey olsun. Geyim kateqoriyasında deyək ki, bunun xüsusiyyəti olsun. Ondan sonra bunu bir dənə də artırıram. Belə. Baxın, bu gəldi bura. Və bunun bir buradan şeyini margin 0 auto yox. Margin 0 piksel, 10 piksel auto deyək. Belə bir görüntü olsun. İndi burada məndə nə problem yaranır? Baxın, mən bunu CSS-də, HTML-də, o yazını HTML-də yazmadığım üçün avtomatik olaraq CSS-də nə yazmışamsa onu götürür. Baxın, ikisində də geyimdə. Amma mən ikincisində fərqli bir yazının olmasını istəyirəm. İkincisində fərqli bir yazının olması üçün burada after bizim çox işimizə yarayır. Necə? Deyir ki, after deyir ki, mən burada bir dənə də bizim indi CSS-də bir dənə də şeyimiz var. Funksiyamız var. Mən gəlirəm bura deyirəm ki, məsələn, kateqori deyirəm buna, bərabərdir geyim. Bura yazdım. Buna deyirəm ki, kateqori bərabərdir, məsələn, texnologiya deyirəm. Ondan sonra bir dənə də yazıram. Deyirəm ki,
məişət əşyaları, məişət əşyaları. Bunu yazdım. Mən indi istəyirəm ki, bundan 3 dənə, baxın bunları yazmışam, amma mən istəyirəm ki, oradakı kateqoriya nədirsə, yəni burada yazdığım kateqoriya nədirsə, o avtomatik sahada görünsün. Sonra mən bunu dəyişdirəndə daha dinamik bir CSS yaranmış olsun. Bunu eləmək üçün də bizim CSS-də belə bir xüsusiyyətimiz var. ATTR deyə, atribut deyə bir xüsusiyyətimiz var. Mən bura yazıram ki, deyirəm ki, bu kontentə ATTR funksiyasından istifadə edirəm. Deyirəm ki, zəhmət olmasa get, bu divin hansı divdən istifadə eləmişəmsə, onun kateqori atributunu götür. Baxın, buradakı bu atributu götür, onun dəyərini götür, yazdır after'ın kontentin içərisinə. İndi baxın, bunun nəticəsi necə olacaq? Baxın, geyim, texnologiya, məişət əşyaları. Bu bizim üçün daha dinamik, daha səliqəli bir görüntü yaratmağa səbəbiyyət verir. Bax, eyni görüntü var, sadəcə mən onu istədiyim anda dəyişdirə bilirəm və heç bir problemim də olmur, gördüyünüz kimi. Yəni, bu after xüsusiyyətini istifadə eləmək üçün mənə lazım olan, yəni bunlara biz CSS tricks deyirik. Yəni ki, bir neçə dənə CSS xüsusiyyətini götürüb bir arada istifadə eləyə bilmək bizim üçün önəmlidir. Və ATTR xüsusiyyəti də dediyimiz kimi nədir? Bir elementin hansısa atributunun dəyərini götürmək. Məsələn, mən burada, bu əslində CSS-də belə bir atribut yoxdur defaultunda, kateqori deyə bir atribut. Mən bunu özüm də yaza bilərəm. Bunun mən yerinə məsələn data yaza bilərdim. Ondan sonra bunun yerinə data yazıb və bu, mən özüm bu atributa ad verdiyim üçün gəlib burada deyəcəm ki, zəhmət olmasa get data atributunu götür. Və bu şəkildə də mən sabah artıq mən burada hər hansı bir şey dəyişdirəndə, dinamik şəkildə dəyişdirəndə deyə bilərəm ki, bir dənə də yeni bir boxum olsun. Bu da nədir? Məsələn, olsun telefon və planşetlər. Telefon və planşetlər. Telefon və planşetlər yazdığım anda bu avtomatik olaraq baxın, CSS-də xüsusiyyətlərimi verdiyim üçün heç bir görüntüdə pozğuntuluğu olmadan mən bu şəkildə bunları yerləşdirə bilirəm. Və bu artıq mənə daha dinamik bir xüsusiyyət yaratmağıma şərait yaradır. Bunun üçün biz deməli, bundan başqa sadəcə after yox, məsələn before da istifadə edə bilərdim. Məsələn, mən bu before-da deyirəm ki, ikinci bir element, pseudo element əlavə eləmək istəyirəm. Buna da before əlavə edirəm. Buna da deyirəm ki, məsələn, olsun, nə inline block olsun, bunun xüsusiyyəti left olsun, pardon, left və buna bottom deyirəm, bottom 0 və bunu da çəkəcəm mənfi 100%-nə sola çəkəcəm. Bir dənə background color-ına da light gray deyək və bu before-a da baxın. Bu dəfə nə edəcək baxın burada. Və mən burada istəyirəm ki, məsələn, nələri olsun, saylarını burada göstərim. Eləmi? Deyirəm ki, bu saylarını göstərmək üçün də gəlirəm, deyirəm ki, say bərabərdir. Məsələn, deyək ki, bundan geyim var 200 dənə. Burada sayda geyim var, məsələn, 100 dənə. Bunda say bərabərdir, deyək ki, 54 var. Burada da deyək ki, say. Hətta qiymət deyək bura. Qiymət. Deyirəm, 200 azayın. Baxın. Məsələn, 100 azayın. Ondan sonra bu qiyməti götürək buradan, bura yerləşdirək, bura yerləşdirək, bura yerləşdirək. Və mən bura sadəcə bunun indi fərqli istifadəsini göstərəcəm. Gəldim bura, bunu götürdüm. Eləmi? Qiymət burada da yazdım. Dedim ki, məsələn, olsun 300 deyək. Bu görüntüləri verdi bura. Baxın, yəni burada artıq before-da mən yazım ki, before-da da olsun qiymət.
Bu avtomatik olarak bu qiyməti götürür. Burada nəyi düz yazmamışıq biz bir saniyə. Burada nəyəsə bağlamamışıq biz. Qiymət dırnağı bağlamamışıq burada. Ona görə belə bir problem yarandı. Və gəldik bura, belə bir görüntüm yarandı. İndi mən istəyirəm ki, bu sözlərin sonuna 200, 100, 54 bunların sonuna mən AZN sözünü əlavə edeyim kontentin içərisində və burada yazıram ki, bunu eləmək üçün də gəlirəm bura, deyirəm ki, bunun da yanına üstə gəl, deyirəm ki, AZN. Bu şəkildə yazanda bu avtomatik olaraq, pardon, bunun yanına gəldik belə. Bu şəkildə bunu yaza bilirik gördüğünüz kimi. Bu da mənim üçün artıq daha dinamik bir sistem yaratmağıma icazə verir. İndi burada before var, after var və s. Sadəcə 2 dənə xüsusiyyətdir bu before, after. Bunları da düzgün şəkildə istifadə etdiyimiz zaman baxın, daha səliqəli bir görüntü olmuş olur. Və indi bunu biraz daha fərqləndirək. Məsələn, mən bura stabil hündürlük vermişəm, düzdürmü? Box elementinə stabil hündürlük vermişəm. Mən bunu vermirəm. Buna padding vermişəm. Belə bir görüntüsü var bunun. Hal-hazırda, pardon, width'ini sildim mən buradan. Height'ini silməliydim. Gəldik, bunu verdik. Belə bir görüntüsü var. İndi mən bunların içlərini fərqli dolduracağım. Diqqət edin. Gəldim bura, deyirəm ki, P, lorem. Ondan sonra bura yerləşdirim. Məsələn, başqa bir şey yerləşdirim. Deyirəm ki, H1 məhsul başlığı deyək, başlığı. Ondan sonra gəldik. Deyək ki, məhsul haqqında detallar. Bunu yerləşdirdik. Ondan sonra burada yeni bir H1'imiz var. Məhsul başlığı. Ondan sonra burada bir dənə şəkil yerləşdirə bilərik. Gələk bir dənə standart bir dənə şəkil qoyaq bura. İnternetdən şəkil götürək. Deyək ki, telefon. Bir telefon şəkli götürək. Belə bir şəkil götürdük. Bunu götürək buradan. Belə bir şəklimiz olsun. Bunu götürək, buradan yerləşdirək bura. Burada olsun, məsələn, UL olsun, içərisində li'lər olsun. Li olsun, sektör, içərisində də olsun link. Belə bir görüntü olsun. Baxın, mən bunu yerləşdirdiyim zaman bir dənə image deyək ki, buradan, pardon, image deyək ki, width height 100% olsun, width 100% olsun. Belə bir görüntüm olsun. Belə bir görüntüm var, diqqət edirsinizsə, baxın, artıq bunlar, baxın, before after'a fikir verin, bu divin hündürlüyü nə qədərsə ona görə hərəkət edir. Və bu bizə şərait yaradır ki, daha sistemli bir CSS yaza bilək. Və artıq bizim bundan sonraki dərslərdə də həmişə diqqət eləməyimiz lazım olan şey nədir? Mən elə bir sistemi, CSS kodları yazmalıyam ki, hər dəfə onu dəyişdirməyə ehtiyacım olmasın. Amma normalda, məsələn, köhnə dərslərdə olsaydı, mən bunların hər biri üçün ayrıcana işlər görməliydim, ayrıcana sistem yazma, ayrıca klasslar verməliydim və s. Amma bu şəkildə daha optimal şəkildə belə bir kod yaza bilmə şansımız var. Bu gördüyünüz kimi necə səliqəli görünür. Yəni bunu artıq mən istədiyim kimi formalaşdıra bilərəm. Bunun rəngini və s. dəyişdirə bilərəm. Və ondan sonra məsələn bu atribut xüsusiyyəti də məsələn istifadə oluna bilir. Məsələn deyək ki, gəlib atribut xüsusiyyətini harda istifadə edərik başqa? Məsələn gəlirəm bura after'a background color olaraq istifadə etmək istəyirəm. Bunu da atribut xüsusiyyətindən dinamik olaraq götürə bilərik. Dinamik olaraq götürüb istifadə edə bilərik. Ondan sonra indi bu artıq bir utility classlar dərsindən sonra, yəni ortaq klass məntiqindən sonra özünüz də yəqin hiss eləmişsiniz ki, artıq bizim daha optimal, daha
avtomatlaşdırılmış CSS yazmağa doğru bir gedişatımız olmalı. Bu tək CSS-də yox, ümumi proqramlaşdırma anlayışında belədir. Həmişə fikirləşməlisiniz ki, mən yazdığım kodu necə optimallaşdıra bilərəm, avtomatlaşdıra bilərəm. Yəni, bunu eləyə bildiyimiz müddətcə biz düzgün proqramçıyıq. Bunu eləyə bilmədiyimiz müddətcə bundan biz istifadə eləyə bilmərik. Yəni ki, çox da sürətli inkişaf eləyə bilmərik. Normalda olsaydı, məsələn, bundan əvvəlki versiyalarda olsaydı, bizim bunu yazmağımız, bu görüntüləri yazmağımız hardasa çəkəcəkdi, 2-3 saat çəkə biləcəkdi. Çünki ayrı klasslar yazmaq, ayrı özəlliklər vermək və s. və s. çox kod olacaq. Amma biz indi nə elədik? Cəmsi cümlədə 3-4, 10-15 sətirlik kodla daha dinamik bir şey yazmış olduq. Və bunun üçün də nəyin köməyi ilə yazdıq? Psevdo elementlər və psevdo klassların xüsusiyyəti ilə yazmış olduq. Belə, bugünkü dərsimiz bu qədər. Növbəti dərsdə görüşənə qədər.